Salam əziz şagirdlər, bugün 6-cı sinif 2-ci hissə riyaziyyat dərsi ilə səhifə 124-də olan tapşırıqların izahını verəcəm. Səhifə 124-də tapşırıq 60-dan başlayaq. ABC üçbucağının, bir dənə ABC üçbucağı çəkək. A, B, da C. BD hündürlüyü çəkilmişdir. Bir dənə hündürlüyü çəkirik. Hündürlüyü düşdüyü yerdə 90 dərəcə əmələ gətirir. Burada ABD-nin DBC-yə nisbəti 2/3-dür bucağının. ABD bucağına ABD, yəni bura 2K yazıram. DBC bucağına DBC, burada 3K yazıram. Deməli, B təpəsi ümumilikdə 5K-dır. Və sonra bizə deyir ki, CAB 74 dərəcədir. CAB bucağı, baxın burada A təpəsi, buraya yazıram 74 dərəcə, burada 90 dərəcə var. Və bizdən ASB bucağını istəyir. ASB, baxın buradır. Bura sual qoyuram. Əvvəlcə biz baxırıq buradakı ABD düzbucaqlı üçbucağına. Bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Onda buradakı bucaqları cəmləyib 180-ə bərabər edəcəm. Yazıram 74 üstəgəl 2K üstəgəl. Buradakı bu 90 düzbucaq təpəsi bərabərdir 180-ə. 90 ilə 74-ü toplayıram. Edir 164. 180-dən 164-ü çıxırıq. 2K bərabərdir 16-ya. K-nı tapırıq 8. K 8-dirsə, baxın, bu B təpəsi bura 5K daxil ümumilikdə. K-nın yerinə 8 qoyuram. Edir 40 dərəcə. Onda C bucağını tapmaq üçün bura 74-dür. Baxın, bu 74-dür bu təpə. B təpəsi 40 dərəcədir. Buranı da bilmirik. Buranı tapmaq üçün 180-dən A və B təpəsindəki bucaqların, yəni 74 ilə 40-ın cəmini çıxacam. 180-dən çıxıram 114-ü. Edir 66 dərəcə. Tapşırıq 61. Birinci printer 1 saniyədə 3 səhifə, ikinci printer 2 saniyədə 1 səhifə çap edə bilir. Birinci printerin 84 səhifə çap elədiyi müddətdə ikinci printer neçə səhifə çap edə bilər? Əvvəlcə biz bilməliyik ki, birinci printer 84 səhifəni nə qədər müddətə çap edir? Axı biz bunu bilmirik. Gəlin bu sualın cavabını tapmaq üçün 84-ü bölək 3-ə. Nəyə görə? Çünki bizə əvvəldə nə deyib? Bizə deyib ki, birinci printer 1 saniyədə 3 səhifə çap edə bilir. Onda 84-ü bölək 3-ə, görək hər 3 səhifə üçün neçə saniyə sərf olunubdur. Buradan tapırıq 28 saniyə. Sonra bizə deyir ki, yəni bu birinci printerin 84 səhifə çap elədiyi müddətdə, yəni 28 saniyədə ikinci printer neçə səhifə çap edər? İkinci printer neçə səhifə çap edə bilər? Deməli, biz bilirik ki, ikinci printer 2 saniyədə 1 səhifə çap edir. Görək bu 28 saniyənin içində neçə dənə 2 saniyə var? 28-i bölürəm 2-yə, edir 14. Deməli bu 14 səhifə çap edə bilər. Cavabınız olacaq 14. Məsələ 62. Ədəd oxunda A nöqtəsi koordinat başlanğıcından 8 vahid, B nöqtəsi A nöqtəsindən 3 vahid məsafədə yerləşir. B-nin koordinatlarının mümkün qiymətlərinin hasilini istəyir. Baxın, ədəd oxunda bura koordinat başlanğıcıdır. A 8 vahid sağda yerləşərsə, məsəl üçün buradadır və yaxud solda yerləşərsə, A buradadır. İndi B də bundan 3 vahid məsafədədir. Yenə B bundan 3 vahid sağda yerləşsə, olacaq B 11-də və yaxud solda yerləşsə, B olacaq 5-də.
B-nin mümkün qiymətləri 11 və 5 oldu burada. Burada isə demək, burada da mənfi 8-dən sağda yerləşsə B yerləşəcək mənfi 3-də və yaxud solda yerləşəcək mənfi 13-də. Demək, B-nin mümkün qiymətləri burada da mənfi 3 ilə mənfi 13 oldu. Mümkün qiymətlərin hasilini istəyir bizdən. Gəlin hasillərini tapaq. B-nin mümkün qiymətləri 11, 5, mənfi 3 və mənfi 13 oldu. Bərabərdir. Deməli, 11-i 5-ə vururam 55, 3-ü 13-ə vururam 39. Vurmanı yerinə yetirək. 55 vurulsun 39. 5 yazıram 4 yadda. 45, 5 də yadda 495, 5 yazıram 1 yadda, burada da 16. 5, 4, 0, 2. 2045. Tapşırıq 63. Sinifdən təsadüfi seçilən bir şagirdin oğlan olma ehtimalı 0,4'dür. Ehtimal bərabərdir 10/4. Bu sinifdəki qızlar oğlanlardan 8 nəfər çoxdur. Buraya yazıram qız, burada yazıram oğlan. Oğlanlara x desəm, qızlar bunlardan 8 nəfər çox, x üstəgəl 8-dir. Onda ümumi sinif nə olacaq? Bunların cəmi x üstəgəl 8 ilə x-i toplayıram. Sinif olur 2x üstəgəl 8. Axı biz ehtimal tapanda tutaq ki, oğlanların ehtimalını tapıramsa nə yazmalıyam? Ehtimal bərabərdir. Məxrəcdə ümumi sinif, mümkün hallar 2x üstəgəl 8. Sürətdə də oğlanların sayı, yəni x. Deməli buna bərabər edəcəm. 10/4 bərabərdir 2x üstəgəl 8-də x. Çarpaz vuraraq tənliyi həll edirik belə. Olacaq 8x üstəgəl 32 bərabərdir 10x-a. 8x çıxılsın 10x bərabərdir mənfi 32. Mənfi 2x bərabərdir mənfi 32. Buradan da x tapanda mənfi 32-ni mənfi 2-yə bölürük, edir 16. Bizdən nə istəyir? Şagirdlərin sayını. Baxın, şagirdlərin sayı 2x üstəgəl 8-dir. Onda 2 vurulsun 16, x-in qiymətini 16 tapmışıq axı. 32 üstəgəl 8 bizim cavabımız olacaq 40. Tapşırıq 64. Kuboid formalı çənin uzunluğu 80, eni 50, hündürlüyü də 60-dır. Çəndəki suyun hündürlüyü 5-dir. Bu çənə 6000 kub santimetr su əlavə edirsə hündürlüyü nə qədər olur? Həcm düsturunu əvvəlcə buradan yazıram. Kuboidin həcmini tapanda ölçülərini vururuq bir-birinə. 6000 kub santimetr su əlavə edilibdir. Yəni V bərabərdir 6000, A bərabərdir 80-ə, B bərabərdir 50-yə. Amma əlavə edilən suyun hündürlüyü bilmirik nə qədərdir. Suyun hündürlüyü hündürlükdə S ilə işarə olunur. Yəni S yoxdur. Düsturda verilənləri qoyaq yerinə. 6000 bərabərdir 80 vurulsun 50 vurulsun H. 6000 bərabərdir 4000 vurulsun hündürlük. Hündürlüyü tapmaq üçün biz 6000-i bölürük 4000-ə. Kəsirlə yazsaq, baxın 6000 bölünsün 4000. Sıfırlar ixtisar gedir. 6 ilə də 4-ü ixtisar edirik. 3 bölünsün 2, 1,5. Elə bir ki, bura belə bir su əlavə edildi. Həmin suyun hündürlüyü oldu 1,5. Axı, burada əvvəldən də 5 cm hündürlüyündə su var idi. İndi bizə deyir, suyun hündürlüyü nə qədər olar? 5 üstəgəl 1,5. Suyun hündürlüyü olacaq 6,5 cm. 65. Diaqramda Anarın 4 gün ərzində oxuduğu səhifələrin sayı haqqında məlumat verir. Diaqramda deyir, hər hissəyə uyğun mərkəzi bucağın dərəcə ölçüsünü tapaq. Deməli, birinci günü yazırıq buradan. Birinci gün 15%'dir. Birinci gün yəni %15'dir. %15'i vuracağıq 360 dərəcəyə. Çünki ümumi bu 360 dərəcədir dairə. Sıfırlar ixtisar gedir. Deməli, 5'e ixtisar aparsaq, burada 3, burada 2. 2'ye ixtisar aparsaq, burada 18 olacaq 54 dərəcə. İkinci gün 25%'dir. Yəni %25'dir. %25'in elə özünü 25'e ixtisar etsək 4'də 1 edir. 360'a vuranda 4'ə ixtisar edirəm. Edir 90 dərəcə.
Sonra 3-cü günü yazıram. 3-cü gün 35%'dir. Onda ora yazıram %35. Vururam 360'a. Əvvəlcə sıfırları ixtisar edirəm. Sonra 2-yə, burada qalır. Daha doğrusu 5'e ixtisar edirəm. Burada qalır 2, burada qalır 7. 18. 18 də 7'yə vuranda edir 126 dərəcə. Sonra 4-cü günü yazıram. 4-cü gün 2-ci gündən eynidir. 4-cü gün üçün cavabım olacaq 90 dərəcə. Sonra bizə deyir ki, anar 4-cü gün 50 səhifə oxudu. 2-ci gün 1-ci gündən neçə səhifə çox oxudu? Deməli, burada yazıram 4-cü gün 50 səhifə. Deməli 25% 50 olan ədəd axtarıram. Ədədi 100'ə vurub 25'ə böləcəm. 25'ə ixtisar edirəm. Olur 200. Deməli bu kitab ümumilikdə anar ümumilikdə 200 səhifə oxuyubdu. İndi biz görək bəs 2-ci gün nə qədər oxuyubdu? 2-ci gün bu 400'ün 2-ci gün 4-cü gündən eynidir də. 4-cü gündən 2-ci gün eynidir. Yəni burada 50 səhifədirsə, burada da 50 səhifədir. Çünki hər ikisi 25%-dir. Deyir 1-ci gündən neçə səhifə çox oxuyub? Gəlin 1-ci faizi tapaq. 1-ci günü tapaq. 1-ci gün 15%-dir. 200'ün ümumilikdə 200 səhifə oxuyubdu. 200'ün 15%-ni tapıram. Edir 30 səhifə. Burada da 30 səhifə oxuyub. Nə qədər çox oxuyub 2-ci gün 1-ci gündən? Təbii ki 20 səhifə. Cavabımız 20. 20. 66. Silindr formalı çənin oturacağının radiusu 50. Dairənin mərkəzdən dairəyə qədər məsafə bura oldu radius. Radiusu bizə verib 50 sm. 50 sm biz çevirək metrə. 100'ə bölürəm 0,5 metr. Demək bura 0,5 metrdir. Hündürlüyü 2 metrdir. Deyir bu çəndə 60 litr su var. Bu çəndə 60 litr su var. Müəyyən yerə qədər bunun içində su var. Amma bilmirik nə qədərdir. Biz bunu necə tapacağıq? Deməli, əvvəlcə yazırıq. V bərabərdir. Pi r kvadratı vurulsun h. P'ni də bizə verib ki 3 istifadə elə. Gəlin əvvəlcə 60 litr su varsa, burada biz hündürlüyü bilmirik. Axı suyun hündürlüyü baxın yoxdur. H bərabərdir suya. Həcmi 600 litrdir. Deməli, bir də 1 kub metrimiz 1000 litr olduğu üçün 600 litrdə 0,6 kub metrdir. 0,6 bərabərdir. Pi 3'dür. R'imiz 0,5'dir. H axtarırıq. 0,6 bərabərdir. 3'ü vuracam 0,25'ə. Edəcək 0,75. H-ı da tapmaq üçün 0,6'nı bölürük 0,75'ə. Deməli, 15'ə ixtisar etsək, burada olacaq 4 dəfə, burada da olacaq 5 dəfə. Deməli, baxın, burada hündürlüyümüz oldu 0,8. Buranın hündürlüyü 0,8. Bizdən indi deyir ki, nə qədər su əlavə edilsə, bu tam da olar. Deməli, baxın, bu boş hissə var ha. Biz buranın həcmini tapmalıyıq. Buranın həcmini tapmaq üçün də bizə buranın hündürlüyü lazımdır. Baxın, buradan bura qədər olan hündürlüyü. Axı, ümumi hündürlüyü burada 2 idi. 2'dən bu 0,8'i çıxaq. Demək, boş hissənin hündürlüyünü axtarıram. 2'dən 0,8'i çıxıram. Edir 1,3. Demək, buranın hündürlüyü 1,3 olacaq. Onda boş hissəyə əlavə edəcək suyun həcmini tapaq. Pi 3'dür. R yenə 0,5'dir. H isə 1,2'dir. 3'ü vururam. Yenə 0,5'in kvadratına 0,75 vururam 1,2'yə.
Mən belə eləyəcəm asan da olsun deyə. %75-i belə yazacağam. 25-ə ixtisar edəcəm. 4-də 3 eləyəcək. Vuracağım 1,2-yə. 1,2-yə vuranda 4-ə ixtisar edirəm 0,3. O da eləyir 0,9 kub metr. Və bizə deyir litrə çevir. Biz bilirik ki 1 litrimiz, 1 kub metrimiz 1000 litrdir. Ona görə də bunu vururam 1000-ə. Olur 900 litr. Cavabımız olur 900. 67. 1 litrlik şüşə qabın 60% su ilə doludur. Deməli, bu olsun bizim şüşə qabımız. Ümumi 1 litrdir. Bu bizim şüşə qab 1 litrdir. Yəni 1000 mililitrdir. 60% su ilə doludur. Bura qədər 60% su ilə doludur. Gəlin 1000-in 60%-ni tapaq. 1000 vurulsun 60, bölünsün 100. Edəcək 600 litr. Yəni 600 litr bu doludur. Sonra deyir ki, bu suyun 5də 1-ini stəkana tökdülər. Gəlin 600-ün 5də 1-ini tapaq. Edir 120 litr. 120 litrini stəkana tökdülərsə 600-dən 120-ni çıxıram. Edir 480 litr. Burada 480 litr su qaldı. Deyir, tökdükdə stəkanın 80% su ilə dolar. Deməli, qalan bu 480 litr. Baxın, suyu tökdülər. Buradan azaldı. Bu getdi. Buradan da stəkanı çəkirəm. Bu da bizim stəkan. Bu stəkana nə qədər su tökdülər? 120 litr. Baxın, burada 120 litr su var. Deyir, həmin bu 120 litr stəkanın 80%-dir. Deməli, 120 litrdir və stəkanın 80%-dir. Ədədi vururam 100-ə, bölürəm 80-ə. Əvvəlcə sıfırları ixtisar edirəm. 4-ə ixtisar aparsam burada 2, burada 3. 2-yə ixtisar aparsam burada 50. 3 vur 50, 150 litr. Deməli, stəkanın həcmi 150 litrdir. 68. Həyətdə cəmi 240 ədəd olmaqla toyuq, qaz, ördək var. Bunların 70% toyuq. 240-ın 70%-ni tapaq. 70-ə vurub 100-ə bölürəm. 168 toyuq. Qazların sayı ördəklərin sayına nisbəti 1/2 nisbətindədir. Deməli, qaz 1K desək, ördək olacaq 2K. 1/2 nisbətindədir axı. Ümumi heyvan sayı 240 idi. 240-dan toyuqların sayını çıxıram 168-i. 2, 7, 72. Deməli, bunların ikisi bir yerdə 72-dir. K üstəcəl 2K 72-dir. 3K 72 olarsa K bərabərdir 24-də. Onda qazlar 24. Bu da 2 vurulsun 24 olacaq 48. Dairəvi diaqramda quşların sayını dairəvi diaqramda faizlə və dərəcə ilə təsvir edin. Dairəvi diaqram çəkirik. Deməli, toyuqların sayı 168-dir. Qazlar 24-dür. Ördəklər də 48-dir. Faizlə 70% toyuqdur. Qazla ördəyin də faizini tapmalıyıq. Deməli, ümumi 240-dır. 240-ın 24-ü qazlardır. Yazırıq 240-da 24. Vurulsun 100%. 24-də ixtisar edirik. Ona ixtisar edirik. Bu edir 10%. Ördəklər də 240-da 48-dir. Vururuq 100-ə. 24-də ixtisar edirəm. 5-ə ixtisar edirəm. Bu da edir 20%. Toyuğu da özü bizə verib ki 70%-dir. Toyuq da 70%. İndi bunları dərəcələrində tapmalıyıq. Bu faizlə və deyir dərəcə ilə təsvir edin. Faizə görə gəlin bölək. Deməli, bilirsiniz ki, belə bölsək
Belə bölsək 50 burada, 50 burada faiz olaraq ümumi 100%-dir axı. Sonra belə bölsək hər birinə düşəcək 25. Bu dəfə 4 yerə böldüm deyə hər biri olur 25%. 25, 25. İndi mənə 70 lazımdır, düzdür? Baxın, bu 25-i 5 bərabər hissəyə bölsək, bunların hər birinə 5% düşəcək. Deməli, bizə 20% lazımdır da. Baxın, bura qədər bu 4 dənəsi 20%-dir. Gəlin belə eləyək. Bura 50, 25, 25, 50. 60, bu da 70. Baxın, buradan belə versək, hamısı bir yerdə 70%-dir. Belə. Deməli, bu xətti burada yenidən çəkəcəm belə. Bura, dəqiqə, bunu da belə gətirək. Bu geri qalan hissə 70% oldu. Buraya yazıram 70%, oranı göstərir. İndi burada da 20%, bir dənə belə 5% ayırıram. Bura olur 20%. Buraya yazıram 20%. Qalan burada oldu 10%. İndi bir də bizdən dərəcəsini istəyir. Qazlar üçün yazırıq qaz 360-ın %10%-idir. Edir 36 dərəcə. Buraya yaza bilərik 36 dərəcə. Sonra ördəkləri yazırıq. Ördəklər 20%-dir. 360-ın %20-sini yazıram. Eləyir 72 dərəcə. Sonra toyuqlar 70%-dir. 360-ın %70-i. Bu da edir 252 dərəcə. 69. Birinci yeşikdə 80 kiloqram. İkinci yeşikdə 92 kiloqram meyvə var. İkinci yeşikdən satılan meyvə, tutaq ki, buradan ikinci yeşikdən x kiloqram satıldı. Birinci yeşikdən satılan meyvədən 3 dəfə çoxdur. Tutaq ki, buradan x kiloqram satıldı. Birinci yeşikdə satılan meyvədən 3 dəfə çox ikinci yeşikdən satılıb. Buradan 3x olacaq. Birincidə x-dirsə, digəri bundan 3 dəfə çox, yəni 3x olacaq. Və yeşiklərdə bərabər miqdarda meyvə qaldı. Qalan meyvələrimiz nə qədərdir? 80 çıx x, bir də 92 çıxılsın 3x. Bunlar bir-birinə bərabərdir. Dəyişənlər sol tərəfə, ədədlər sağ tərəfə. Əks işarələrlə. 2x bərabərdir 12-yə, x də bərabərdir 6-ya. Bizə deyir ki, 2 yeşikdən cəmi neçə kiloqram meyvə satılıb? Baxın, birinci yeşikdən x kiloqram, ikinci yeşikdən də 3x satılıb. Ümumilikdə 4x satılıb. X-i də tapdıq 6. 4 vurulsun 6, 24 kiloqram satılıb. Tapşırıq 70. Diaqramlarda iki voleybol komandasındakı oyunçuların boyları verilib. Hər iki komanda üçün ədədi orta median moda tapın. Birinci yazıram ədədi orta.
A komandası. Ədədi orta tapmaq üçün toplayıb sayına böləcəm boyları. Aysel 186'dır. Günay 180'dir. Günel 190. Sema 180. Nuray 176. Vəfada 180'dir. Böləcəyik 6'ya. Çünki 6 nəfərdir. Bərabərdir. Toplayaq. 3 dənə 180 var. 180'i vuracam 3'ə. Edir 540. 186, 176'nı bir toplayaq. 2 yazıram, 1 yadda 6. 1 yadda 362. Bir de 190 var təkdir. 190 axırda gələk üstünə. İndi 540'ın üstünə 190'ı gəlim. 0, 3, 7. Üstünə də 362, 2, 9, 10, 1092. 1092'ni böləcəyik 6'ya. Bölək. Bir dəfə. 8. 2 dəfə. Bu da oldu 182. Deməli A komandası ədədi ortası 182'dir. İndi B komandası üçün tapaq. B komandası. Toplayaq. Aynur 186'dır. 186 üstəcəl. Arzu 184'dür. Lalə deməli Lalə 190'dır. Sonra gəlir 188. 100 Səbinə 178. Bir de 184. Yine toplayıb böləcəm 6'ya. Çünki burada da 6 nəfərdir. Deməli 186 ilə 184'ü toplayıram. 0, 1 yadda, 7, 1 yadda, 3. Sonra üzerine gələk 190'ı. 0, 6, 5. Sonra gəlirəm 188'i. 8, 4, 1 yadda, 7. 178'i gəlirəm. 926. 0, 1, 11. Bölək 6'ya. %85. Burada da ədədi ortamız oldu 185. İndi median. Medianı tapmaq üçün A komandasının boylarını sırayla düzək. Kiçikdən böyüyə düzəcəm. Ən kiçik Nuraydır. 176. Sonra gəlir bərabər 3 dənə bərabər var 180'lər. Sonra gəlir 186 və 190. Deməli ortada qalan 2 dənə 180'dir. Toplayıb bölürəm 2'yə, eləyir 180. Bu A komandasıydı. İndi B komandasını yazıram. B komandasında ən kiçik 178'dir. Median kiçikdən böyüyə düzəcəm. Sonra 184, yine 184, 186, 188 ve 190. Bu dəfə ortada 184 ile 186 qaldı. Toplayaq belə 2. 0, 7, 370'i bölürəm 2'yə. O da 1, 185. İndi moda. A komandasında təbii ki baxıram ki ən çox təkrarlanan neçədir? 180. B komandasında 2 dənə burada belə təkrarlanan var. 184. İndi bizə də deyir ki bunları müqayisə edin. Deməli A komandasında ədədi orta 182, B komandasında 185'dir. Deməli ədədi ortada B komandasının ədədi ortası A komandasından böyükdür. Medianda deməli burada tapışıq 180, burada tapışıq 185. Yenə B komandasının medianı daha böyükdür. Həmçinin modada da yenə B komandasının modası daha böyükdür. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.